Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz Cəfər Cabbarlının Oqtay Eloğlu faciəsidir. Oqtay Eloğlu faciəsi 1922-ci ildə yazılmışdır. İştirak edənlər Oqtay Eloğlu, Səməd bəy, Aslan bəy, Tamara, Şaqqulu, Muxan, Özdəmir, Firəngiz, Gülgəz, Nadia, Xaspolad, Şəkinski, Elxanlı, Şvars, Sever, Hacızaman, Nərgiz, Mazandaranski, Dursun, Rüstəm, Mor. Birinci pərdə. Səhnənin arxası solda Oqtayın bəzənəcəyi aktyorlar cavə qiyafələrində oraya-buraya gedirlər. Nadia, Firəngiz, qoy pərdə qalxsın, Aslan bəy lojada otursun. Sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar. Firəngiz, yaxşı Nadia, bugün daha utanmayacağım, gələcəyəm. Nadia, mən səni gətirərəm, hələ gəl, gedirlər. Oqtay və Tamara. Tamara girir. Oqtay, o tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökümdar qarşısındasınız. Əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax belə deyirsiniz, söyləyin. Tamara, bunun xabarı bala yoxdur. Oqtay, yenə bala, belə, belə, Tamara, nu bala şey deyirəm, bala, Oqtay, bala eto rebiona, bala eto nesçastiye, a belə eto значит, tak, Dursun, Oqtay, salonu dağıtdılar, saat ondan işləyir, Oqtay, bu saat, siz öyrənin, mən bu saat, Dursun, bəs biz nə sayaq edəyək, gecə keçdi, heç bir şey hazır deyildir. Oqtay, Xaspolad gəldimi? Dursun, yox, Şəkinski, heç birisi. Dedim ki, evlərinə adam göndərin, Dursun, 3 yol göndərmişəm, evdə yoxdur. Oqtay, axı indi mən başıma nə daş salım? Bu da insanlıqdır ki, cəmaatı 4 divar arasına doldur da, özün baş götür, çıx get. Axı bir anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı yalvararaq bilet satdığımız 3-4 zavallını da qaçırırsınız. Mazandaranski, Oqtay antreprenyor mənzil pulu istəyir. Deyir, pərdədən əvvəl mənim pullarım verilməlidir. Dursun, indi nə etməli? Oqtay, bəs Tabasaranski hardadır? Get söylə, adamlar gəlməmiş adam tapsın. Mazandaranski, raboçilərə də dedi, hamısı getdilər, çıxıb getdilər. Dursun, Oqtay, bu gecə heç bir şey çıxmayacaq. Cəmaat da azdır, çarəsi yox, oyunu saxlamalıyıq. Oqtay, olmaz, sən də get söylə, adamlar gəlməmiş, xalqı oyuncaq kimi əldə oynada bilməz. Bugün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa oyun getməlidir. İvanovski hardadır, getmək istərkən. Şaqqılı, Oqtay, İvanovski cavədən əvvəl Zöhrəkə taxtacını sərnigün elətdirdi. Deməli, oyun qurtardı. Oqtay, Əsəd bəy onu görmədimi? Şaqqılı, Əsəd bəy ona dedi ki, oyun cəmiyyət-i xeyriyyə üçün oynanılır. Sabah cəmiyyətin pulundan da olsa mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi, oynamasın. Çıxdı, getdi. Dekorasiyaları da söküb, hərəsini bir divara söykədilər. Özləri də getdilər. Oqtay, yəni kassada heç pul yoxdur. Heç olmasa Şaqqılı, baxdılar, vurdu, 8 manat pul var idi. Oqtay, onun var idi. Onun da paltar üçün vermişlər. Oqtay, Allahu Əkbər. Şaqqılı, Oqtay, indiki Əsəd bəyə demişsən, gəlin oyunu saxlaya. Başqa çarəsi yox. Oqtay, olmaz. Oyun saxlanmaz. Xalqı çiğridirsiniz. Anladınızmı? Şaqqılı, al bu yüzüyümü, apar ver, söylə sabah, parasını düzəldib verərik. Şaqqılı gedir. Tabasaranski nə oldu, Dursun? Tabasaranski keyflənmiş, yatmışdır. Dedim, dedi, cəhənnəmə olsun, hamısı oynamasın. Deyir, mən rejissoram, belə deyirəm. Oqtay, bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get, söylə birinci pərdədə Həsən Xaspoladın rolunu oynasın. Mazandaranski, can düz gəlmir də, oynamayanda qiyamət qopması ki, Rüstəm. Oqtay, qılıncım yoxdur, ha, Dursun. Oqtay, İlyasgil qapıları bağlayıb, meyxana deyirlər.
Həsən də qumar oynayır, qulaq asmadılar, Dursun gedir. Tamara, Oktay daha mən gedim soyunum da, Oktay, İlyas, bir dəqiqə durun. Şakinski bu oğlan aşıqdır, Leyla adlı bir gözələ bağıraraq çıxır. Oktay, Zəhrimar Leyla adlı bir gözələ. 8 saatdır camaat gözləyir, saat 11-də durub gəlmiş ki, Leyla adlı bir gözələ. Şakinski saat 11 haradan oldu, nə edəyim, acından ölməyəcəyəm ki, işimi bitirməmiş durdum gəldim. Deyəsən saman yeyəcəyim, top kimi partlar, sanki əlimə imperial falan sayacaqdır. Oktay, əzizim, quzum, gözüm, mən pul alıram, sən yox, mən pul alıram, sən yox, boynuna götürmüşsən, cəmiyyətdən utanmırsan, bari cəmaatdan, səhnədən utan, Xaspolat. Oktay, mən hansı qapıdan çıxacağım, Şaqqılı, heç qapı var ki, çıxasan, Oktay, odur ki, odur da, Xaspolat, əzizim, bu vaxtacan hardasan? Xaspolat, valla Oktay, bir-iki orucum qalmışdı, bu gün iftar açdım. Oktay, oruç sənin belini sındırsın, gəl bura, Muxan oturdu, soldan çıxdım, baş əydi, əyil də, Xaspolat, Oktay, mən orada edərəm. Oktay, sözünü de. Xaspolat, Oktay, vallahi mən axşam deyərəm. Oktay, canım axşamdır da, saat 11-dir ki, evini Allah yıxmasın. Hanır olun, vallahi yadımdan çıxıb evdə qalıb. Oktay, of, Allah qırsın sizi. Yaxşı, baş əydin, əydə qardaş, belində ağac bitməyib ki. Xaspolat, Oktay, atam, mən oynamıram, vəssalam, gül kimi əlimdə işim, alış-verişim. Şaqqılı, saat 12-dir. Onsuz da oyun olmayacaq. Get o başdanlığa. Oktay, Mazandaranski, get bu saat get. Sənə deyirəm, Xaspolat, haydi sən də get. Suriyorda kitab al, sözlərinə bax. Mazandaranski, savad var ki, oxusun. Oktay, Şakinski, get geyin, Dursun. Oktay, üzüyü verdim İvanovski. İndi də rabotçilər çıxıb gedib, deməli qaldı. Oktay, Allah əkbər. Şaqqılı, uşaqlar soyunsunlarmı? Oktay, kimsə soyunmasın, özüm işləyəcəyim. Şaqqılı, dekorasiyalar hardan tapacaqsan? Mıx yox, çəkic yox. Oktay, yerdən bir daş götürür və budur çəkid. Canım çıxar, özüm hər şeyi tapar, düzəldərəm. Rüstəm, Oktay, mənim qılıncım yoxdur, İvanovski vermir. Get söylə, borcudur versin. Yoxsa gəlib, hamısını ayaq altına tökər, parça-parça edərəm. Bu sağ divar qaldır, pərdə qalxır. Oktay, səhnə arxasındakı otağa girir. Oktay, gün aydın. Səməd, əlin ne için qanamış? Bağlı onu. Oktay, heç mıx dağıtdı. Səməd, Oktay, dünən anam bizə gəlmişdi. Yalvarıb məni göndərdi. Axı, belə iş olmaz. Oktay, Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını əzbər söyləyim. Atadan sonra dükan bağlandı, malı dağıldı, evə gec gəlirsən, çörək yox, bilmirəm, odun yox. Bunların hamısını bilirəm. Nə etmək? Səməd, dildə demək asandır. Bir ana, bir naxoş dildə demək asandır. Bir ana, bir də naxoş qız qalmışlar başsız. And içir ki, 3 gecədir xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox. Çox da bilirsən, çarə ki etmirsən. Oktay, doğrudur, o zavallılar da fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun saadətini, gələcəyini 2 nəfər qadının istirahətinə fəda edə bilmərəm. Səməd, istirahət istəmirlər. Bir parça çörəyə nə deyirsən? Mən xalq deyə özümü şəhid edəcəyəm. Qiymət verən kimdir? Hətta doğma əmin bu gecə nişanlını özgəyə verdi ki, mən arvad tumanı geyən bir adama qız vermərəm. Oktay, mən heç bir şey istəmirəm. Mən bu yolda gəlirkən xalqımdan altın taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram. Səməd, mən də xalq üçün çalışıram. Cəmiyyətdə pravada üzvəm. Fəqət elə işdir ki, adım, sanım, güzəranım. Yoxsa xalq, mən özümü unudacağam ki, Oktay, xalq və mən. Bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikincini götürdüm və o gündən Oktay bir şəxsiyyət olmaq üzrə yoxdur.
O el oğludur. O böyük bir vahidin kiçik parçasıdır. Səməd, Oktay, çocuq olma. Qubernatora dilmanc gərəkdir. Ayda 70 manat donluq verir. Amma kənardan 7-800 gəliri var. Həm də cəmaət içində adın, hörmətin, düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim, dedim Rüşdiyəni bitirmiş, idraklı, Rusca, Azərbaycanca gözəl savadı. Budur, yalvardı, göndər gəlsin. Axır ki düzəltmişəm. Oktay, çox razıyam Səməd bəy. Səməd, sənət sevirsənsə, eşitdim ki, səni böyük bir pul ilə Rus səhnəsinə çağırırlar. Get, həm təqdir olunarsa, həm pulun o vaxta qədər xalqanlarsa, işlər yoluna düşərsə, qayıdıb gələ bilərsən. Oktay, ha, aldanırsan Səməd bəy, aldanırsan. Bunu bizim üçün kimi edəcəkmiş? Başqalarına səhnə mədəniyyəti hər şey var. Bizdə yox, yaşamaq istəyirsək, yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə bilsin. Mən bilmirəm. Şaqqulu, Oktay, bir dəstə adam gəldi, 20 nəfərədək, yaxşı geyinmiş, hamısı da bilet aldı. Səməd, Oktay, mən gedirəm, alını topla. Həm çalışacaq, həm də ac qalacaqsan. Həm də xalq sənə güləcək, arsız, oyunbaz deyəcəklər. Oktay, Səməd bəy, gedin. Mən heç bir zaman sizə dəyməyəcəyəm. Mən bir mübarizəm, cəbhəm bu. Yolum görürəm, çox ağır. Qoy mənə gülsünlər, anlamasınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq. Bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağam. Səməd, fəqət indilik anan, yazıq bacın, Oktay, bacım da xalqdan biridir. Onları da xalq özü düşünər. Səməd, aldanırsan, Oktay, hər halda görüşərik. Gedir, Mazandaranskı gəlir. Mazandaranskı, Oktay, 4 nəfər çadralı müsəlman qadını gəlmiş, örtülü lojada oturmuşlar. Şaqqulu, yox ha, bir baxın, tələsik qaçır. Mazandaranskı, Oktay, hanı o kağız? Kağız hanı o? Şaqqulu, kim verdi? Səhnəyə getməyəcəksən ki, Mazandaranskı, bir Rus qızı, yoldaşı da var. Şaqqulu, elə onlardır gördün, amma hayf onları müsəlman bilmişdim. Bir baxsana, Mazanda, sən qapıya bax. Möhtərəm Oktay əfəndi, məharətiniz məni çox sevindirir. Sizinlə görüşməyə müsaade edəcək olursanız məmnun olaram Firəngiz. Çıx, daha bura sənin yerin deyil. Oktay gəlir, bir Rus qızı verdi. Oktay, doğrudanmı söylə gəlsinlər. Sən də lütfən bir dəqiqəlik ox. Şaqqulu çıxır, Firəngiz və Nadia girirlər. Nadia, prostite tuto bespokoli. Ancaq bu qız rahat olmur. Oktay, buyurun. Firəngiz, sağ olun, gedəcək. Anlaşılmaz bir sükut. Nadia, biz Rus teatrlarına çox gedirik. Firəngiz, mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Nadia, indi 3 dəfədir ki, Aslan bəy gətirir. İlk əvvəl qaçaqlara gəldik. O qədər sevmişdir ki, o gündən adınız dilindən düşmür. Məktəbdə, evdə bir aktyor sözü danışıldı mı, dərhal bizim də teatrımız var. Oktay, Karlı gözəl oynayır deyə araya atılır. Özünüzü görmək istərdi. Bir aydır rahatlığı yoxdur. Ancaq Aslan bəyin qorxusundan gəlmirdik. Oktay, mən çox şadam. Aslan bəy kimdir? Firəngiz, qardaşı. Nadia, uprava üzvü. İndi də ondan gizlin gəlmişik. Oktay, nə cür təşəkkür edəcəyimi bilmirəm. Adətən bizim Azərbaycan xanımları teatra gəlmir. Hamısı evlərdə. Nadia, onu da qoymurlar. Atası qoymur. Qardaşı gizlindən gətirir. Evdən çıxarkən çadırı örtür. Sonra Aslan bəylə gedir. O söz demir. Ancaq bura gəldiyimizi bilsə qiyamətdir. Ona görə pərdənin yarısında gəlmişik. Firəngiz, siz çox gözəl oynarsınız. Mən çox sevindim. Nadia deyir ki, Oktay Karlı Ruslardan yaxşı oynayır. Oktay, vallah xanım, o qədər mütəəssirəm ki, zəhmətinə qarşı adətən hər kəsdən töhmət görən zavallıları siz sevindirirsiniz. Firəngiz, sağ olun, mən həmişə sizin oyunlarınıza gələcəyəm. Bir də buraya gəlsək buraxarlarmı? Mane olmaram ki. Oktay, nə zaman gəlsəniz, məni çox sevindirdiniz. Firəngiz, mən sizin üçün çiçək gətirəcəyəm. Nadia, çiçəkləri verdən nədən utanırsan? Neçə gündür deyir ki, mən də sizin kimi öz aktyorumuz üçün çiçək aparacağam.
Gətirmiş, indi də utanır. Firəngizin dirsəyindən itələyir. Firəngiz gözlərini yerə dikərək çiçəkləri verincə həmən çevrilib qaçırmış kimi sağ olun gedir. Oqtay, Allah amanında. Əsərin təhlili. Əsər dramatik növdə faciə janrında nəsrlə yazılıb. Dramatik əsər olduğu üçün əsərdə təsvir və təhkiyəyə yer verilməyib. Mədəni tərəqqi, inkişaf etmiş xalqlarla bir cərgədə dayanma qarşısı Cəfər Cabbarlının demək olar ki, bütün əsərlərində bu və ya digər dərəcədə ifadə olunmuşdur. Yazıçının bu məsələyə xüsusi önəm verməsi təsadüfi deyildi. Düşüncələrdə geriliyin güclü olduğu, yüksək təbəqə nümayəndələrinin əksəriyyətini yalnız mənsəb, var dövlət maraqlandırdığı bir zamanədə xalqın həqiqi mənafeyi uğrunda çarpışan insanların sayı az, qarşılaşdıqları maneələr çox idi. Oqtay Eloğlu 1922-ci ildə əsərində bir sıra ciddi problemlərin bədii həlli ilə yanaşı müəllifin mədəni inkişafla bağlı arzusu da qabarıq əks olunmuşdur. Faciədə diqqəti daha çox cəlb edən Oqtay, onun fəaliyyəti və uğursuz sonluqla bitən taleyidir. Milli teatr yaratmağı qarşısına məqsəd qoyan Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, həmkarlarının çoxunun həqqi sənətdən uzaq olması, köhnə fikirli adamların töhməti, təhqiri, dost tanışın, qohum əqrabanın ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru ruhdan salmır. Şəxsi həyatını, rahatlığını büsbütün unudan Oqtay, xalqın mənafeyi uğrunda hər kəsin bacardığını etməsini vacib sayır. Gələcəyin tələb etdiyi inkişafın qarşısına bu yazı xalqı tək buraxıb qaçmağı özünə layiq bilmir. Firəngizlə tanışlığı, bu səmimi qızı sevməsi Oqtaya yeni güc, yaradıcılıq həvəsi verir. Onu daha da qətiyyətli edir. Yeniliyi sözdə qəbul edən Oqtay kimi namuslu sənət adamlarına teatra alçaq nəzərlə baxan sərvər şöhrət qulu olan Aslan bəy Firəngizi Oqtaydan ayırır. Özünü mənsəb məqsədlərinə qurban verir. Oqtay sarsılır. Lakin bunun səbəbini Firəngizin xəyanəti ilə izah etmək doğru olmaz. Bunun dərin ictimai səbəbləri var. Pul, altın dünyasındakı yalan və sünilik, həqiqət axtarışı və həqiqətsizliyə nifrət, yatmış xalqına bahar nəğməsi oxuyan Oqtayın düşüncəsinə, şuurunda ikiliyin, ziddiyyətin yaranmasına, nəticədə müvazinətini itirməsinə səbəb olur. Oqtayın Firəngizi qətlə yetirməsi əsər yaranandan bu günə kimi mübahisə obyekti olmuşdur. Oqtay özünə belə haqq qazandırır ki, sevdiyi Firəngizi qara torpaqlarda sürünəcək qədər rəzil olan bu həşarat içində görmək istəmir. Onu öldürməklə yaranmaz mühitdən uzaqlaşdırır, əbədiyyətə qovuşdurur. Əsərin bu hissəsinin romantik məntiqlə yazıldığını nəzərə alsa, Oqtaya bəraət vermək olar. Yaşadığı mühitin qurbanı olan Firəngizin taleyi oxucunu dərindən mütəəssir edir. Yeniliyi, teatrın yaranması və inkişafını ürəkdən arzulayan, milli təəssübkeşliyi ilə diqqəti cəlb edən bu qız Oqtayın fəaliyyətini yüksək dəyərləndirir, onu dərin məhəbbətlə sevir. Səhnəyə can atsa da, qanadsız quş timsalında olan Firəngiz yalnız sonda qətiyyətli addım atır. Aslan bəylərə, Qacıxanovlara qarşı çıxaraq zavallı ananı səhnənin doğma yavrusu, aktrisası olmağa razılıq verir. Aslan bəylə Danyar bəyin oxşar cəhətləri çoxdur. Pul, vəzifə, şöhrət onların həyat idealıdır. Bu bəyləri nə mədəni tərəqqi, nə də milli teatrın inkişafı maraqlandırır. Teatra getmələri, onunla bağlı üzdə xoş söz demələri yuxarıların yanında mədəni, inkişaf etmiş adam təsirini bağışlamaq niyyətinə irəli gəlir. Əslində onlar üçün teatr alçaq yer, aktyor isə bədbəxt, yazıq, ləyaqətsiz adamdır. Oqtayı əhatə edən sənət yoldaşları ona münasibətlərinə, fərdi xarakter və əməllərinə görə bir-birindən fərqlənir. Onların demək olar hamısı Oqtayın səyi, təkidi sayəsində teatrda qalır. Aktyorluq sənətinin sirlərini məhz ondan öyrənirlər.
Oktay xarakterini, həyata baxışının açıqlanmasında Səməd bəylə söhbətləri əhəmiyyətli rol oynayır. Onlar bir-birinə zid obrazlardır. Oktayı rüşvəti olan vəzifə sahibi görmək istəyən, yaxud onu Rus teatrına çoxlu qazanc arxasınca getməsini təkid edən Səməd bəy bu sənət fədaisinin ideallarını başa düşməkdə çox uzaqdır. Faciənin maraqla oxunmasının dəfələrlə tamaşaya qoyulması mühüm səbəblərindən biri onun yüksək bədii keyfiyyətə malik olmasıdır. Əsərdə diqqəti ilk cəlb edən əsas qəhrəmanları fərqli nitq, danışıq tərzidir. Oktay danışdıqca səmimi, xeyirxah, xırda hisslərdən uzaq, böyük ürək sahibi olan bir insan göz önündə canlanır. Aslan bəyin nitqi, lovğa, şöhrətpərəst, mənən yoxsul olduğunu dərhal büruzə verir. Hacı Zamanın elə ilk sözlərindən dini fanatizmi, xurafatın əsri olduğu anlaşılır. Konfliktin əsasına burjua cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi dayanır. Bədii təsvir və ifadə vasitələrini epitet, bənzətmə, təkrir və s. özəlliyi, dialoq və monoloqların yığcam, təsirli olması, sujet və kompozisiyanın mükəmməlliyi əsərin bədiliyini artıran mühüm vasitələrdəndir. Həmçinin varvarizmlərə də yer verilib. Əsərdə əhatə edilən məsələlər, bədii həlli verilən problemlər çoxdur. Bu faciənin ideyaca zəngin olduğunu təsdiq edir. Mədəni gerilik, inkişafa qənim kəsənləri güclü olması, xalqın mənafeyini ucaq tutanların, yenilik uğruna mübarizə aparanları böyük maneələrlə üz-üzə gəlməsi, qadın hüququ və s. əsərin ideyasının əsasında dayanır. Faciənin bütünlüklə ideya və məzmunu xeyirxahlıq, dostluq, ailə münasibətləri ilə bağlı mənəvi dəyərlər barədə geniş danışmağa imkan verir. Əsərlə bağlı ümumi qeydlər. Dramatik növdə yazıldığı üçün səhnə əsəridir. Danışıqlar da obrazlarda monoloq və dialoqlarla verilmişdir. Diqqət, əsərin janrı faciədir. Əsərin janrı piyes deyil. Piyes dramatik növdə yazılan əsərlərə verilən ümumi addır. Janr deyil. Piyesdə mühitə, zəmanəyə etiraz motivi aparıcıdır. Xalq və xalqa münasibət mövzusu əsərin əsas leytmotivini təşkil edir. Ana xəttini. Əsər müəllifi mədəni inkişafla bağlı arzularını özündə ehtiva edir. Əsərdə mədəni gerilik, inkişafa qənim kəsilənlərin güclü tənqid olunması var. Burjua cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsinə əsərdə yer verilib. Oktay obrazı öz idealları ilə yaşayan, onlardan üz döndərməyən, aktyorluq edən, uğrunda çarpışdığı qayəni bütün incəlikləri ilə dərk edən, mücərrəd fikir və anlayışlardan uzaq bir obrazdır. Oktayın məqsədi teatr yaratmaqdır. Oktay şəxsi həyatın, ailəsini unudur, hətta xalqa qurban verir, seçimi xalqdan yana edir, xalqı tək buraxmağı özünə rəva bilmir, edilən vəzifə təklifini qəbul etmir, Firəngizi sevməsi ona yeni güc gətirir, Firəngizin xəyanəti onu sarsıtsa da bütünlüklə faciəsinin səbəbi bunda deyil, çünki düşünən beyinlərin pula satıldığı bir cəmiyyətdə Oktay heç vaxt xoşbəxt ola və qalib gələ bilməzdi. Mənəvi idealdan məhrum olan Oktay özündən intiqam alır. Oktay cəmiyyətə əyilmir, boyun əymir. Mənəvi cəhətdən mövcud cəmiyyətdən qat-qat üstün dayandığı üçün təkcə qalır. Həmkarlarının həqiqi sənətdən uzaq olması onu narahat edir. Sənət yoldaşları elə onun özündən öyrənirlər. Sənət yoldaşları elə onun özündən öyrənirlər. Firəngiz teatrı sevən, teatra marağı olan bir obrazdır. Teatr və aktyoru qiymətləndirə bilən bir obrazdır. Həmçinin teatrın inkişafını da istəyir. Oktaya qarşı sevgisi olsa da qardaşına qarşı çıxa bilmir. Oktayın aktyorluq qabiliyyətini bəyənir. Onu Oktaydan ayıran şöhrət düşkünlüyü olmur. Qardaşa qarşı çıxa bilməməsi olur. Firəngizin teatra getməyindən atasının xəbəri olmur. Qardaşı gizlincə gətirir. Səhnəyə can atan ilk qanadsız quş kimidir. Firəngiz ancaq əsərin sonunda qətiyyətli addım atır. O şəxsi mənafeyini hər şeydən üstün tutan Aslan bəylərin mühiti ilə barışmır.
Pul üzərində qurulan bir cəmiyyətdə qurbana çevrilir. Qardaşının istəklərinin qurbanına çevrilir. Müəllifin sevə-sevə yaratdığı qadın obrazıdır. Sonda Oktay tərəfindən öldürülən Firəngizin öldürmə səbəbi onun yaramaz mühitdə uzaqlaşdırılma istəyidir. Əsərdə fərqli xarakter, düşüncəni paylaşan obrazlar yaradılmışdır. Bu obrazlar içərisində ikiyüzlük edənləri də Aslan bəylər, Daniyar kimiləri də vardır. Əsərdə dövrün sosial-ictimai şəraitə görə, qadınlara olan münasibətə görə müsəlman qadınlar teatra sərbəst gedə bilmirdilər. Əsərin ideyası kimi teatrın cəsarət və fədakarlıq tələb etməyi, xalqa xidmətin əsas mənəvi borc olması göz önündə canlandırılır. Səməd Oktayın yaxın dostu olsa belə, onun fikirlərini başa düşməkdə aciz idi. Oktayı vəzifəli şəxs ailəsinə sahib çıxan biri kimi görmək istəyir. Əmsini Oktayın nişanlısını ona verməyəcəyini deyir. Buna səbəb isə Oktayın arvad tumanı geyərək aktyorluq etməsidir. Oktay Səmədlə eyni əqidəni paylaşmır. Əsərdə Xaspolad sürəti rolunu oynamayacağını bildirir. Onu Mazandaranski savadsız adlandırır. Xaspolad orucun açdığı üçün səhnəyə gecikdiyini söyləyir. Nadia Oktayı Karlı ruslardan daha yaxşı oynadığını söyləyir. Tabasaranski rejissor olur. Tamaşanın baş tutmamağı onu heç də narahat etmir. Oktay Xaspolad və Şəkinskinin insanlıq göstərmirlər deyə qınayır. Aslan bəy teatrı alçaq yer, aktyoru isə bədbəxt, yazıq adam hesab edir. Əsərdə romantik məntiq aparıcıdır. Əsərin bədii xüsusiyyətlərinə obrazların hər birinin özünə məxsusluğu, özünə məxsus nitqlərinin olması, konfliktinin təbii və s. əsəri bədii məziyyətinin artmasına təsiri, bədii təsir və ifadə vasitələrində yerli-yerində istifadə kimi məqamlar daxildir. Sağ olun, növbəti dərslərdə görüşərik.